Çağdaş təhsil komandası olaraq biz yenə Azərbaycanımızın dilbər köşələrindən və qonaqpərvər rayonlarından biri olan Göyçay rayonunun Qaraxıdı kəndində gözəl bir müəllimin evində qonağıq. Müəllimimizi xoş gördük. Sağ olun, xoş gəldiniz. Çox sağ olun, xoş gəldiniz. Çox sağ olun. Müəllim, adınız, soyadınız? Abdurrahmanov Məmməd Həsən Qədirov. Sizi müəllim? Abdurrahmanova Gülcahan İbrahim qızı. Bu günlərin 14 dekabr 2025-ci tarixdə və sizin evinizdə qonaq olduğumuza görə biz çox şadıq və sizin kimi müəllimlərin, fədakar müəllimlərin evində qonaq olmaq bizə çox böyük bir deyək hədiyyədir. Və biz bütün müəllimlərimizi yad edirik evinizdə bu günə gəlmişik sizin qonağınız olmağa. Müəllim əməyi unudulmazdır, müəllim əməyi həm şərəflidir, həm də gözəl işdir. Və neçə il müəllim üçün fəaliyyət göstərmisiniz? Demək olar ki, bir 48 il stajım var, əmək stajım. Bundan 45-46 ilini daha doğrusu pedaqoji fəaliyyətlə məşğul olmuşam. Həm də riyaziyyat fənni tədris Riyaziyyat fənnini tədris edirəm. Riyaziyyat fənni də elmlərin şahıdır və riyaziyyatı mənimsəyən bütün şagirdlər bütün elmləri mənimsəməyə daha asan olur. Bəs müəllim, siz hansı fənni tədris edirsiniz hal-hazırda? Mən də elə 1982-ci ildə orta məktəbi bitirib Ağdaş Pedaqoji məktəbinə yəni kollec yedirindi. Pedaqoji məktəbi idi o vaxtı. Qəbul oldum. 85-ci ildə oranı qurtarıb həmin ildən də ibtidai sinif müəlliməsi işləyirəm həmin kənddə, Qaraxdır kəndində. Çox gözəl. Müəllim, ibtidai sinif müəllimi də çox yaxşı müəllimlərdən biridir. Əlbəttə ki, ibtidai sinif müəllimlərimiz də əziz seçirlər və bizə ilk dəfə qələm tutmağı, ana ata sözünü öyrədilər və bizim əlifbamızı sizin kimi gözəl müəllimlər öyrədilər. Və minnətdarıq sizin kimi müəllimlərə. İkiniz də fədakarlıq eləmisiniz, sonra da sizi talih qarşılaşdırıb, yəni ömürcün yoldaş olmusunuz. Neçə övladınız var? 2 övladımız var. Adlarını deyin. Abdurrahmanov Rafail Məmməd Həsənoğlu, Abdurrahmanov Zaur Məmməd Həsənoğlu. Onlar nə işlə məşğuldurlar? Abdurrahmanov Rafail böyük oğlumuz Göyçay rayon polis şöbəsində işləyir, polis nəfəridir. Abdurrahmanov Zaur isə İqtisadiyyat Universitetini qurtarıb, amma işləmir hal-hazırda. Əlbəttə ki, sizin kimi gözəl ziyalı ailədə böyüyüblər və çox sağ olsunlar ki, əməyinizi yerə vurmuyublar. Eyni ilə də bütün Azərbaycan polislərinə buradan sağ olsun deyirik, ictimai yaşayışı qoruyurlar və sağ olsunlar vətənimizin keşiyində dururlar. Mən buradan sizi sevən dostlarınıza, sizi çox istəyən qohumlara, övladlarınıza hansı sözlər deyərdiniz hər ikinizdə? Nə deyərdiniz? Siz deyin. Valla bizi istəyən qohumlara deyəndə, bütün elə Azərbaycan xalqına birinci biz bu yaxında Qarabağda qələbə saldıq. Prezidentimizin o dəmir yumruğu sayəsində həm də deyək ki, Azərbaycan xalqının fədakar qəhrəman oğulları sayəsində Qarabağı ermənilərdən, işğaldan azad elədik. Mən bu münasibətlə elə bütün Azərbaycan xalqını təbrik edirəm. Çünki artıq o möhnətdən qurtarmışıq. Qarabağ azaddır və bundan sonra daha geniş işlər görməyə, daha da Azərbaycanın inkişafı üçün başda İlham Əliyev olmaqla daha böyük uğurlar qazanacağıq. İnşallah, amin. Və bu uğurlar da xalqımızın fədakar oğulları, bu gənc nəslin əlindədir. İnanıram ki, gənc nəsil bəli, bu uğurları qazanacaq. Daha da inkişaf edəcəyik. Biz də inanırıq ki, bütün Azərbaycanlı olaraq hər birimiz vətənimizi sevməliyik və sevirik də. Fəxr edirik ki, biz Azərbaycanlıyıq, Azərbaycan ölkəsində yaşayırıq. Bəs müəllim, sizin nə sözünüz olar? Mən də elə müəllim deyən kimi, yəni başda prezidentimiz olmaqla bütün elə Azərbaycan xalqını təbrik edirəm. Yəni bizim bu qələbəmiz elə dünyada görünməyən bir iş oldu. Heç vaxt, yəni eşitdiyimə görə mənim elə də siyasətdən başım çıxmır, amma yəni eşitmişəm ki, dünyada işğal olunmuş torpaqları heç bir prezident, heç bir insan geri qaytara bilməyib. Halbuki bizim prezidentimiz 30 il bundan qabaq işğal olunmuş torpaqlarımızı geri qaytardı. Bu ən böyük fəxrdir bizim üçün. Bəli, əlbəttə ki, Allah şəhidlərimizə də rəhmət eləsin, onların ruhu qarşısında da bəli, onların sayəsində. Qazilərimizə, cansağları, şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin. Şəhidlər ölmür, həmişə qəlbimizdə yaşayır, biz onları yad edirik və edəcəyik də inşallah.
Mənim çox sağ olun. Biz də sizlərə Çağdaş Təhsil Mətbuatının komandanlığı adından sizə uzun ömür, can sağlığı arzu edirik və arzu edirəm ki, sizin hər ikinizin də 90 yaşınızda olsa, 100 yaşınızda olsa belə gözəl, təravətli, gənc qalasınız. Sağ olun. Həmişə belə sağlam ömür sürəsiniz. Biz də gələk sizin nəvələriniz, nəticələrinizin, belə köçələriniz də olsun, onlarla yaxşı xeyir işləriniz olsun, gələk çəkib işıqlandıraq. Təşəkkür edirik, Çox sağ olun. minnətdarıq. Sizə də Biz çox də sağ olun. Təşəkkür edirik, minnətdarlığımızı bildiririk. Çox sağ olun. Arzu edirik ki, belə çəkilişlər sayəsində, sizin fədakarlığınız sayəsində təhsilimiz də inkişaf edib daha yüksək səviyyəyə qalxsın. Amin. Çox sağ olun. Təşəkkür. Sağ olun. Çox sağ olun.